Bu ildə rədd edilmək qorxusunun bizim həyatımıza təsirlərindən bəhs eləmək istəyirəm. Bu rədd edilmək qorxusu haqqında ikinci videomdur. Belə ki, rədd edilmək qorxusu varsa bizdə, bir çox hallarda bu sərhədlərimizi ya qoruya bilməməkdə özünü göstərə bilir, hansı ki, yəni yox deməkdə çətinlik çəkə bilirik və ya da həddindən çox fədakar, həddindən çox hər şeyə hə deyən bir insan, yəni qız və ya oğlan roluna bürünürük. Və eləcə də bu bizim iş həyatımıza, sosial həyatımıza təsir eləyir ki, hansı ki, bəlkə də öz işini qurmaq istəyirsən, amma rədd cavabı alarsan və ya da ki, ətraf tərəfindən qəbul görülməzsən deyə, ona görə də bunları təxirə salırsan və ya da ki, hər hansı bir işə başlamaq istəyirsən, nəyisə etmək istəyirsən, təxirə salırsan. Bu özünü təxirə salmaq bu şəkildə özünü göstərə bilir. Və ya da ki, bu sosial fobiya şəklində özünü göstərə bilir ki, sən insanlarla kontaktdan, ünsiyyətdən çəkinirsən, qaçırsan ümumiyyətlə. Sosial ortamlarda özünü yaxşı hiss edə bilmirsən, yəni. Və bu yerlərə baxa bilməyini, görə bilməyini çox istəyirəm. Bu bir çox hallarda, məsələn, rədd edilmək qorxusu daha dərin olduqda bizə ekstravert və ya da ki, introvert şəklində, xarakter tipi şəklində özünü göstərə bilir. Ya həddindən çox özünə qapanıq, yəni belə deyək də, insanlardan uzaq bir həyat tərz sürürsən və ya da ki, həddindən çox insanlara yapışıq, yəni insanlarla daima kontaktda olan birinə çevrilirsən. Burada demək istədiyim bəzi məqamlar var ki, rədd edilmək bizim həyatımızın bir parçasıdır və rədd edilmək sənin dəyərini ölçən bir şey deyil. Yəni, rədd sadəcə bir yox cavabı almaqdır və gündəlik həyatına fikir versən, sən də bir çox anlarda, bir çox vaxtlarda insanlara və ya kimlərəsə, nələrəsə yox deyə bilirsən və yox deyə bilmək, yəni yox demək bizim həyatımızın sadəcə və sadəcə bir parçasıdır.